Əgər siz sosisdən olan qəlyanaltıları sevirsinizsə, inanın ki, bunu dadanda öz-özünüz danlayacaqsınız ki, mən bundan ya niyə yeməmişəm və yaxud da niyə dadmamışam. Çünki çox ləzzətlidir. Bunun üçün bizə yarım kilo sosis, biraz Holland pendiri və 2 paçka lavaş lazımdır. Nə edirik? Sosisləri 2 hissəyə bölürük və Holland pendirini rəndədən keçiririk. Daha sonra lavaşların hansı ki qızarmış tərəfi var, həmən hissəyə sosis və pendiri qoyub bükürük. Mən bunu elə-belə də yağda qızartmışam. Belə qızartdıqda çox xırt-xırt olur. Amma bu dəfə elədiyim kimi yumurta və suxariyə batırıb qızartdıqda daha yumşaq, daha xırt-xırt və daha gözəl olur. Mən belə daha çox bəyəndim. Mən bükümlərin bir hissəsini suxariyə, bir hissəsini isə pankoya batırıb qızartdım. Düzdür, pankoya batırdıqlarım qızardıqda daha çox şişdi, daha çox. Yenə də siz baxın da, tərcih məsələsi. Və bunları hamısını yumurta, suxari, yumurta pankoya batırdıqdan sonra bir qaba yığdım. Tavaya yağ əlavə elədim. Yağımız qızdıqdan sonra həmin bükümləri həmən yağa əlavə elədim. Və orta odda, çox xod verməyin, yanacaqlar. Orta odda hər ikisi qızarana qədər bişirdim. İnanın, çox ləzzətli olur. İstəyə görə mayonez və ketçupla da servis edə bilərsiniz. Bugünlük məndən bu qədər.